Natiq müəllim, ilk olaraq ondan başlayaq, elə öz daxilimizdən başlayaq. Mövqelərimiz elə bu dəqiqələrdə mövqelərimiz Ermənistan istiqamətindən atəşə tutulub. Hətta döyüşün getdiyi kimi xəbərlər də var. Halbuki çox yaxın günlərdə istər elə Nikol Paşinyan olsun, elə Ermənistan rəsmiləri biz artıq sülhə hazırıq deyirdilər. Bax, sizcə bu bir-birini təksib edən məqamlar nədən xəbər verir? Yəni Ermənistan ikili oyun oynayır, yoxsa necə? Təşəkkür edirəm suala görə. Sizi və izləyiciləri bir daha salamlayıram. Mənə elə gəlir ki, Ermənistanın ən böyük problemi odur ki, bugünə qədər də hüquq mühafizə orqanları, hərbi qüvvələri hələ də Ermənistan hökumətinin nəzarətində deyil. Ermənistanda 100-dən çox general var. Onun 95% təqribən Rusiya hərbi məktəblərini bitiriblər günü bu gündə. Bizim bəxtimiz gətirdi. Biz ordumuzun yenidən qurulmasında Türkiyənin bizə verdiyi dəstəkdən istifadə edə bildik. Bizim indi orduda zabitlərin böyük əksəriyyəti artıq Türkiyə təhsillidir. Artıq fərqli bir dünya görüşünün sahibidirlər. Ermənistanda bu hələ baş verməyib. Onların hələ bir keçidi mümkün deyil, hələ də olmayıb. Mənə elə gəlir ki, son baş verənlərdir. Rusiyada müəyyən narahatçılıq da yaradıb. Nədən gedir söhbət? Rusiyanın iştirakı olmadan hansısa bir məsələnin iki ölkə tərəfindən anlaşılması və anlaşmanın imzalanma mərhələsinə çatması bir bəyanatı oldu. Bu Rusiyanı heç də məmnun etmir. Çünki bugünə qədər Cənubi Qafqazda əsas moderator, əsas söz sahibi, tərəfləri dalaşdıran da, barışdıran da həmişə Rusiya olub. Yəni. Ona görə də Rusiyanın bu o qədər də xoşuna gəlmədi və əgər diqqətli izləyicilər gördülərsə, Azərbaycan-Ermənistan Xaricilər Nazirliyinin sülh müqaviləsinin mətni ilə bağlı işin bitdiyi xəbərinə bütün dünyadan pozitiv xəbərlər gəldi. Ancaq bir sutkadan sonra, hətta 36 saat keçəndən sonra Rusiyadan belə bir çox quru bir açıqlama gəldi ki, biz də dəstəkləyirik, alqışlayırıq. Hətta Moskva yenidən öz belə deyək də məkanını bu danışıqların yekunlaşması üçün təklif edir. Mənə elə gəlir ki, israr bundan ibarətdir. İsrar bundan ibarətdir və bu atəşkəsin də pozulma səbəblərindən biri mənə elə gəlir ki, Ermənistandan təbii ki qaynaqlanır, amma Ermənistan hökumətindənmi qaynaqlanır? Bu ciddi sual doğurur. Mənə elə gəlir ki, Ermənistan ordusunda hələ də Moskvadan əmr alan və Moskvanın dediklərini ilə oturub duran kifayət qədər böyük generallar var, generallar ordusu var hətta. Onların istəyi ondan ibarətdir ki, Azərbaycan da, Ermənistan da Moskvada son sənədin imzalanmasına bir razılıq versinlər. Bəli. Çünki son zamanlar Amerika Birləşmiş Ştatlarında da aktivlik hiss olunur. Trumpın köməkçisinin Bakıya gəlməsi, bir neçə saat burada qalması və əsas artıq dəqiqləşdirilmiş məlumata görə Hikmət Hacıyevlə görüşməsi. Artıq o məlumatlar bəli, o rəsmiləşdirdi. Bəli, görüşməsi. Hətta o sosial şəbəkə vasitəsilə bununla bağlı fikirlərini də bölüşdü və çox vacib bir cümlə var orada ki, Amerika prezidenti Trump və Amerikanın yeni administrasiyası bütün dünyada sülhün bərqərar olunmasına çalışır. O cümlədən Azərbaycan və Ermənistan arasında artıq məsələlər yekunlaşırsa biz bunu alqışlayırıq və hər tərəfli dəstək və kömək göstərməyə hazırıq. Bu o deməkdir ki, Moskva ilə Vaşinqton arasında imzaların harda atılması rəqabəti qızışdı. Çünki Trumpın əslində çox xoşuna gələrdi ki, böyük bir, uzun illərdir dünyada əks-sədası olan bir münaqişənin Vaşinqtonda imzalanması və yaxud da Amerikanın moderatorluğu ilə yekun sənədlərin yayılması Trumpın dünyaya sülh gətirəcəm tezislərini, seçkidən öncəki tezislərini sanki bir təsdiqi olardı. Çünki Ukrayna-Rusiya məsələsində danışıqlar intensivləşir. Bununla paralel olaraq Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərinin də yaxşılaşması Trumpı bir sülh göyərçininə çevirəcək, belə obrazı desək. Mənə elə gəlir ki, Moskva bunu hələ ki həzm etmək istəmir. İstəmir və ona görə də bu gərginliyin səbəblərindən biri ondan ibarət ola bilər ki, gərginliyi artırmaqla hər iki tərəfə desin ki, gəlin dərdinizi mənə deyin, mən yenə moderator olum. Yenə də vasitəçi mən olmayım.